Ha, kodun zəhmət olmasın. Maşın texnolojisi işləmir. Demək maşın problemi nədir? Təzyiq aşağı düşür. Baxın sizə göstərəcəm. Görsəndə benzin şlankı değişik. Şlankdan değişiklik içeride. Bakın içine təzyiq. Söndür. Bakın içinde nasosdan çıxıb filtrə gedən şlank var. Həmin şlank deşikdir. Həmin Opel'in nasosudur, söymüşük. Bax, sizə göstərirəm, görürsünüz. Buradan bırakıldı bak hissi. Buradan bıraktığına göre təzyiq itir, maşın da düz işləmir. İnşallah ki bunu təmir edəcəyik. Maşınımızı qaydasına düşəcək. Həmin Opel demədik, bax təzyiq qalxdı içəriyə. Normal qaydasına. İndi düz işlədiyinə görə içəridə abratkada düzgün çalışır. Bayaq şlankdan bırakır, indi abratkadan bırakır. Belə olmalı. Tam qaydasında. Maşında düzgün işləməyə başladı.